Salam gənclər, mən Ceyhun İsmailov. İlk olaraq hər birinizi 8 noyabr Zəfər Günü münasibəti ilə təbrik edirəm. Bu videoda mən sizə ingilis dilində present simple izah edəcəm, yəni ki, indiki sadə zamanı. İngilis dilində 16 zaman forması var və bunlardan 4-ü indiki zamana aiddir. Bunlardan biri isə present simple, indiki sadə zamandır. İlk olaraq indiki sadə zaman nədir? Gəlin bunu anlayaq. Tutaq ki, bir şey mütəmadi, daimi şəkildə baş verirsə, bu zaman biz present simple, yəni indiki sadə zaman işlədirik. Tutaq ki, mən hər gün məktəbə gedirəm deyirəm. I go to school every day. Ya, hal-hazırda gedirəm demirəm amma. Hər gün məktəbə gedirəm, daim olan bir şeydir. Buna görə də present simple işlənir. Hər gün olmasına da ehtiyac yoxdur. Tutaq ki, həftədə mən 3 dəfə gedirəm desəm, yenə də mütəmadi olan bir şeydir deyə bu present simple işlənəcək. Yəni rutin halına alınmış şeylərdə bir növ present simple işlənir. Və yaxud da belə bir cümlə quraq, məsəl üçün, the store opens at 9 a.m. every day. Yəni mağaza hər gün saat 9-da açılır. Bu mütəmadi olan bir şeydir. Hal-hazırda açılır yox ha. Hər gün saat 9-da açılır. Hal-hazırda açılır desək, burada present continuous olur. Bu indiki davam edici zamandır. Bunu başqa bir videoda izah edəcəm. Bizə daimi olan şeylər, rutin halına alınmış şeylər lazımdır. Tutaq ki, mən hər gün tutaq ki, deyirəm ki, idmana gedirəm. I go to the gym every day. İndiki sadə zaman olur. Daimi olan bir şeydir. Və yaxud da təbiət hadisələri də məsəl üçün indiki sadə zamanda olur, çünki o da daimi baş verən bir şeydir. Məsələn, belə bir cümlə quraq. The earth rolls around the sun. Yer kürəsi günəş ətrafında fırlanır. Bu hər zaman daimi olan bir şeydir. Buna görə də indiki sadə zaman işlənir. Başqa bir cümlə qurum. Tutaq ki, birds fly. Quşlar uçur. Hal-hazırda uçur yox ha. Onda present continuous olur. Yəni dediyim kimi, onu başqa bir videoda izah edəcəm. Quşlar uçur, daim olan bir şeydir və bu zaman every day də yanına əlavə edə bilərik, hər gün. Birds fly every day. Quşlar hər gün uçur. Bu zaman indiki sadə zaman işlənir. Yəni bunu daha ətraflı şəkildə mən sizə kompüterdə izah edəcəm. İlk olaraq belə başda tam necə bir şey, indiki sadə zaman necə bir şey olduğunu anlayasınız deyə belə izah elədim. Vaxt itirmədən keçək. Yəni indi sizə kompüterdə daha ətraflı şəkildə izah edəcəm. Ümid edirəm səsim yaxşı gəlir. Bunlar şəxsi əvəzliklərdir yazdıqlarımı. Keçən videoda mən sizə izah eləmişdim. Yəni, baxmayanlar, bu şəxsi əvəzliklərini bilməyənlər keçən videoda bunlara baxa bilərlər. I mən deməkdir, you sən deməkdir, she, he, it o deməkdir. Burada she qadın cinsindədir, he kişi cinsindədir, it isə cansılara aiddir. Və yaxud da heyvanlara məsəl üçün. Burada we biz deməkdir, you siz deməkdir, they isə onlar deməkdir. Bunların üzərindən mən sizə present simple-ı bir daha izah edəcəm. Tutaq ki, mən deyirəm ki, mən işləyirəm. I work. Every day də yaza bilərəm. Yəni mən daim hər gün işləyirəm, amma I work olaraq tutaq ki, bir nəsə desəz o anlayacaq ki, sən hal-hazırda yox da daimi şəkildə bir yerdə işləyirsən. Digərlərində də elə olur. Work. Work-ün də mənası işləmək deməkdir. Work. Bunlarda works olur. Niyə olduğunu mən sizə izah edəcəm. Works. Bu üçün də works olur. Yerdə qalanlarda isə work. Səbəbi isə ondan ibarətdir ki, digərlərinin hamısı cəmdədir. Aynən U da əslində təkdir. Sadəcə mən bunu keçən videoda sizə demişdim. Ayda onsuz da həmişə xüsusi olaraq fərqli olur da digərlərindən. Yəni qaydaya uyğun getmir bəzi. I work şəklində olur. Yəni SES, bunlar da SES əlavə olunur. Bunun səbəbi ondan ibarətdir ki, tək isimlərdə və yaxud da əvəzliklərdə özündən gələn sonra feil SES şəkildə əlavə olunur. Yəni bunlara. Ona görə tutaq ki, mən işləyirəm yox, məsəl üçün başqa şey deyək, mən gedirəm desək, ya da mən daha doğrusu yox, o gedir desək, she go olmur bu zaman, goes olur. Ayda go olur. Amma burada baxın, es əlavə olunur. Bunun da səbəbi ondan ibarətdir ki, əgər tutaq ki, samitdən sonra əlavə olunursa, tutaq ki, work da ki, g-dır da, yəni samit gəlib, samitdən sonra s əlavə olunur. Amma yox, saitdən sonra go-dakı olsaydı, ona görə es əlavə olunur. She goes. Eyni zamanda he goes.
It goes şəklində olur. Digərlərində isə hamısında go şəklində olur. I go, you go, we go, you go, they go. Burada da you var, burada da you var. Keçən videoda demişdim. Bunların biri sən deməkdir, bir də siz deməkdir. İkisində də bu elə bir SES qəbul olunur burada. Bunları silim. Aha, yəqin ki anladınız da yəni. She, he, it təkdədir deyə onlardan sonra gələn feildən sonra SES əlavə olunur. Yəni tək bu əvəzliklərə aid deyil də. Tutaq ki, mən sizə başqa bir cümlə yazım burada. Bir dəqiqə. Məsəl üçün Murad work. Murad work. Burada gördünüz, yəni daha doğrusu SES əlavə olunur. Murad works. Çünki niyə Murad təkdədir? Amma onlar işləyir desək və yaxud da ki başqa bir cümlə. İndi buranı silim mən. Yəqin ki anladınız da bura. Bir dəqiqə. Nəysə bura yazaq. Murad and tutaq ki Vüsal work. Bu zaman yəni Murad and Vüsal cəm olmuş olur deyə artıq burada work işlənir. Bunun tamamlıq falan da ardına əlavə eləmək olardı. Tamamlıq zərfliyi və s. Aha, yəni ümid edirəm anladınız. İndi bir iki cümlə daha yazdım. Tutaq ki nə yazaq? Mən məktəbə gedirəm. Bayaq bunu demişdim. I go to school. İndi bunu digər əvəzliklərlə yazsaq. You go to school. Daha sonra he və she-də isə goes olur. Bayaq da dediyim kimi tək olduqları üçün. İndi bunun yerinə tutaq ki, başqa adam, yəni məsəl üçün Vüsal gedir məktəbə desə, Vüsal goes olur, yəni to school. We və you-da isə, yəni cəm olan əvəzliklərdən sonra isə go gəlir və yaxud da cəm olan isimlərdən sonra go gəlir. Yəni onlar gedirlər. They go to school. Və yaxud da Murad and Vüsal bayaq ki sözlərim. Murad and Vüsal go to school. Niyə belə oldu? Go yox. Goes yox, go oldu. Çünki cəmdə olmuş olur artıq. Amma bunlar yəni təsdiq cümlədir. Mən isə indi bunların inkarını izah edəcəm və eyni zamanda sual cümləsi olaraq necə işlənir izah edəcəm. Birinci I go to school-dan başlayaq. Bunu inkarda yazanda artıq I don't, yəni do not əlavə olunur. Do not hissəsi. I do not go to school. Amma bunun qısaldılmış versiyası var. I don't olaraq yazılır o. Şəkildə yazılır. I don't go to school. Amma belə anlayasınız deyə do not şəkildə yazdım. Bu şəkildə yazdım, daha yaxşı başa düşəsiniz. I do not go to school olur. Mən məktəbə getmirəm. You-da da eyni zaman. You do not go to school. Don't kimi də yazılır, do not go kimi. Amma deyiləndə daha çox don't kimi deyilir də. He, she goes. İndi buna yenə gələcəm. Təklərdə fərqli olur bəs. We do not go to school. You do not. Bunu da don't şəklində yazaq. Do not'un elə bir qısaldılmışı don't-dur da. Və they don't. Don't go to school. Bu şəkildə olur. İndi he ilə she-yə gələk. Burada goes gördüyünüz kimi təkdir. Yəni dediyimiz kimi tək əvəzliklərlə və yaxud da isimlərlə ondan sonra gələn, yəni feildə SES şəkilçisi əlavə olunur və bu zaman bunu əgər biz inkarda yazırıqsa doesn't şəklində yazılır. Doesn't go şəklində olur da, yəni. Burada do-ya artıq ES əlavə olmuş olur və goes-dakı ES
bir növ silinmiş olur. Yəni bura gəlmiş olur. Bunun isə qısaldılmışı bu şəkildədir. I, I, daha doğrusu he does not go to school-dur. Tutaq ki, bunu qısaldılmış şəkildə yazsaq. Şəkildə yazmış olacaq. He doesn't go to school. İndi mən bunu sizə başqa slayd açım. Burada tutaq ki, artıq isimlərin üzərindən gedək bir adam adı çəkin. Məsəl üçün, Vüsal, yenə Vüsal go to school. Bunu inkar da yazsaq. Goes daha doğrusu olur burada. Üzr istəyirəm. Vüsal goes. Çünki Vüsal təkdədir burada. Aha, bunu indi biz inkar da yazsaq. Vüsal does not go to school. Bu şəkildə olur. İndi bunun qısaldılmış isə bayaq dediyim kimi belədir. Vüsal doesn't go to school. İndi isə yazaq. Məsələn, Ayten and Zəhra go to school. Burada artıq cəm olmuş olur. Ayten and Zəhra. Ona görə go olur və bunun inkarı isə Ayten and Zəhra do not go to school olur. Şəkildə Ayten and Zəhra don't go to school qısaldılmış isə belədir. Don't go to school. Ayten və Zəhra məktəbə getmir. Aha, inkar da bu şəkildə idi. İndi isə bunun gəlin sual versiyasına keçək. I go to school, you go to school, he, she goes to school, we, you, they go to school. Bunu artıq biz sual şəklində yazsaq, bayaq dediyim does, do. Tutaq ki, inkarda necə oldu? I do, daha doğrusu I do not go to school oldu da, düz deyil. Bu zaman biz sual şəklində yazsaq, do istədiyi yeni olur. Bu zaman şəxs əvəzliyindən əvvəl gəlir. Do I go to school? Bu şəkildə olur. Eyni zamanda do you go to school? Yəni ki, bunun mənası odur ki, do I go to school? Mən məktəbə gedirəm. Do you go to school? Sən məktəbə gedirsən bu şəkildə. İlkidə isə burada da yenə fərqli olacaq. Çünki ACS var axı burada. Bayaq dediyimiz kimi inkarda necə idi? He does not go to school idi. Does əvvələ keçəndə yenə eyni şəkildə keçmiş olur. Does he go to school? Burada goes idi də bayaq. Və does əvvələ keçəndə SES əlavə olduğu üçün do'ya yenə buradakı goes'dakı SES itmiş olur. ES itmiş olur. Yəni bunu ayrı-ayrılıqda da yəqin bilirsiniz. Does she go to school da deyə bilərik. Does he go to school? Yəni o məktəbə gedir sual şəklində. İkilərdə belə olur. İndi mən sizə bunun üzərində yenə göstərəm. So goes to school. Bunu indi biz sual şəklində yazsaq necə olur? Vüsal təkdə olduğu üçün does olur. Does Vüsal. Və buradakı ES itmiş olur artıq. Does Vüsal go to school? Vüsal məktəbə gedir. Bu şəkildə olur. Bu ikdə də deyək. Çünki Vüsal tək isimdir. Digərlərində yeni şəkildə olur. Burada gördüyünüz kimi cəm olduqları üçün do we go to school? Do you go to school? Do they go to school? Yəni ki, biz məktəbə gedirik, siz məktəbə gedirsiniz, onlar məktəbə gedir sual şəklində. Hə, yəni bunların da sual forması belə idi. Ümid edirəm anladınız. Bir cümlədə buna uyğun yazaq. Tutaq ki, Ayten and Zəhra go to school. Bunu indi biz inkarda yazmış olsaq, daha doğrusu sual şəklində yazmış olsaq, do Ayten and Zəhra go to
School bu şəkildə olacaq. Aydən və Zəhra məktəbə gedirlər. Amma ümid edirəm bunu da anladınız. Yəni təsdiqi də izah elədim. Sualda da necə olur izah elədim. İnkarını da izah elədim. İndi isə mən sizə, yəni bayaq da izah eləmişdim, indiki zaman necə işlənir, amma indi daha ətraflı yeni izah edeyim. İlk olaraq dediyimiz kimi rutin şəklində olan şeylərdə indiki sadə zaman işlənir. I go to the gym every day. Mən hər gün idmana gedirəm. Bu zaman go olmuş oldu. Yəni indiki sadə zaman. İndiki sadə zamanda yəni biz necə to normalda məsdər şəklində olmaq, getmək şəkli to go-dur. Yəni bunu biz cümlədə işlədəndə to itir və go o şəkildə gəlirsə indiki sadə zamanda olmuş olur. Aha, indi dediyimiz kimi rutin olan şeylər də olur. Daha sonra the store opens at 9 a.m. every day. Every day yazmasaq da olar, yenə də yazım. Aha, mağaza saat 9-da açılır hər gün. Bu zaman da indiki sadə zaman olmuş olur. Daha sonra başqa bir cümlə yazaq. Bayaq da dediyim kimi bir dəqiqə. Sun, bayaq da bu cümləni demişdim deyəsən. Rises in the east. Yəni ki, günəş şərqdən çıxır. Bu hər zaman daim olan bir şeydir deyə. Bu zaman rises basan da təkrar rises oldu. Yəni bu da indiki sadə zamanda işlənmiş olur. Sonra bir cümlədə yazım. Bayaq da bunu dedim elə. Birds fly. Qurtlar uçur. Hal-hazırda yox, daim şəkildə yəni uça bilirlər. Bu zaman yenə fly, indiki sadə zaman olmuş olur. Və son olaraq bir şey də deyim, bunu çox adam bilmir. Tutaq ki, xəbərlərdə, məsəl üçün, olmuş bir hadisədən danışılır. Tutaq ki, bugün bir hadisə oldu. Məsələn, mən bir cümlə qeyd eləmişdim. Biden signs a new law. Yəni, Biden yeni bir qayda imzaladı da bir növ. Bir gün o hadisədə tutaq ki, bu keçmişdə baş verdi. Amma xəbərlərdə bu bizə deyiləndə artıq signs indiki sadə zamanda işlənmiş olur. Yəni işlənmə şəkli də yəni belə vəziyyətlərdə, bu situasiyalarda indiki sadə zaman işlənir. Düşünürəm ki, yəni başqa yəni izah eləmədiyim nəsə qalmadı. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti videolarda görüşmək üzrə.